Hamısından dostlar, mən Maş və bu günləri Toğrul Məvə futbol bilgi yarışması oynayırıq. İndi əri 20 dənə sual hazırlayıb bizə verəcək. Kim tək atdı ya da yaxın oldu, o xalını alacaq. Ən axırda udan utdu. Dostlar başladıq. Birinci sual. Dünya çempionatları tarixində həm oyuncu, həm də baş məşqçi kimi turnirin finalında məğlub olmuş yeganə şəxs kimdir? Təpəsi. Oynayan desəydi bundan yaxşı. Şimdi İndi A variantı Beckenbauer, B variantı Sidorf. Beckenbauer. Sənə söz deyim, Beckenbauer'dir. Almanya. Düzdür. 0,5 xal aldıq. Gözlə. Beckenbauer futbolda treynerim oldu, oradan biri. Ben de Davay ki. Hə. Çempionlar Liqası tarixində 1992-ci ildən bəri ardıcıl 3 oyunda heç edən yeganə bir futbolçu var. Bu inanılmaz rekordun sahibi kimdir? 1. Ronaldo, B variantı Luis Adriano. Ronaldo. Luis Adriano. Toğrul qazanır. Ay sənin Adriano düzgün cavabdır. 3 oyun ardıcı. Hə. İngiltərə Premyer Liqasında bir mövsümdə ən çox məhsuldar ötürmə rekordu Thierry Henry və Kevin De Bruyne məxsusdur. Bəs Avropanın top 5 liqalarında tarixində bir mövsümdə ən çox asist edərək mütləq rekordu əlində kim saxlayıb? Kim saxlayıb demədi, ondan sonra denən neçə Messi, Müller. Messi. Müller. Müller. Maliç qazanır. Ben de. 1930-cu ildə keçirilən ilk Dünya Kupasında ilk qolu hamı bilir. Bəs turnir tarixində ilk penalti qolunu kim vurub? Hiç qovamı bilirlər. Guillermo Stabile, Manuel Rosas. Manuel Rosas. Mən də o birisini bilirəm. Guillermo Stabile, Manuel Rosas. Doğru İki cavabdır. yarımın bir yarıma. Neçənci sual? Avropada 5-ci. Yavaş yavaşdır. Avropada elə bir unikal klub var ki, öz ölkəsinin yüksək liqasında oynamasına baxmayaraq daxili çempionatda çempion olsa belə UEFA turnirlərini vəsiqə qazana bilmir. Bu hansı klubdur? Vaduz Liechtenstein ölkəsinin komandası, Cardiff City, Cardiff. Kardeş. O birisi. Vaduz. Ha. Kardeş. Düzgün cavab Vaduzdur. Nə var tutsa la? Vaduz Liechtenstein komandası. Bunun 2-2. dörd Yo, yarım, 3-3. iki yarıma. 4 yarıma, 2 yarıma. Ben Dört de yarım. oynayayım. Ben de oynayayım. Bu da onun. Yo. Cevap verin. Hansı əfsanə futbolçu karyerası boyu qızıl top mükafatını qazansa da heç vaxt dünya kupasında bir dəqiqə belə debüt etməyib. Stefano George Best. Stefano. Best. Stefano doğru cavab. Ada nətənin Stefano Dünya Kupası oynayıb 1962-də. 62 idi də, hə. Çatçıbtini səhv çıxartmağa gəlmişsən bura. Çatçibitdən sormuşam. Real Madrid əfsanə stadion Santiago Bernabéu öz vaxtı ilə bu klubda hansı rolla çıxış edir? Cristiano Ronaldo. Nə deyirsən? O həm futbolçu, həm baş... Santiago Bernabéu-nu yaradan Hə. futbolçu olub da. Hə. O həm baş məşqçi, həm də futbolçu olub. Hə. O heç vaxt futbol oynaya bilmir. Hansıdır? Florentino Perez. Xəstə cavab Santiago nə? Bernabéu. A, B. Ronaldo. A variantı. O həm futbolçu olub, Oldu, həm oldu. baş məşqçi, həm də prezident olub. B variantı. O heç vaxt futbol oynamayıb, yalnız prezident olub. A. Ad. A variantı. A variantı düzgün cavab. Verdi sualı gördüm bunun. Heç şey başa düşmədim. Birinci başa düşmedim. Ben de diyeceğim. Ben de. Futbol qaydalarına görə diqqətlə baxın. Ya, ey. Bir futbolçu topu öz qapısına, başı və ya dizi ilə geri ötürə bilər. Bəs oyunçu yerdə olan topu qəsdən fənd işlədərək göyə qaldırıb başı ilə qapısıya atarsa nə baş verir? A variantı. Oyun davam edir. Qayda pozuntusu yoxdur. B. Qeyri-idman hərəkətinə görə rəqibə bilavəsə zərbəsi verilir. Oyun kayda bozulsun. Oyun devam eder. Məncə də olur. A variantı. B'dir. Kayda bozulsun. Oynayır A. Ömər. B'dir. Kayda bozultusu yoktur. Cavab B variantıdır. Kayda bozultusu yoktur. B'dir. Yox, B. Mavi tutdu. B'm niyə? Çünki aya öz at bilə bilər. 5-4. Ben de cevap verebilirim. 5-4. Daha çeşitli olmasın suallar. Əgər hakim oyunu idarə edərkən top səhvən ona dəyərsə və top birbaşa rəqib qapısına daxil olursa qərar nə olur? A bəndi. Təzdən başladır. Gol sahibi. Qol ləğv edilir və oyun hakim topu ilə yenidən başlayır. Qol hesabı alınır çünki hakim meydançadakı əşya sayılır. A. A. Düzdür. Bəli, düzdür. 5 yarım. Offside qaydası futbola gələndən bəri çox dəyişib. Bəs müasir futbolda hücumçunun hansı bədən üzvünün irəlidə olması offside qərarı üçün əsas sayıla bilməz. Əli və qolu çiyini. Əli və qolu. Əli qolu qabaqda olanda offside olmur. Hə.
O, sən? Sini yoxsa əli qolu? Sini. Sini. Düzgün cavab, əli qolu. Çünki çiyni ilə keçsə, Bilmir, yalandan atır. Allah bilirəm, əl qol keçsən sayım. 5 dəqiqə oldu. Penaltı Penaltı 5 zərbəsi. yarıma 5 yarım. Ha bitmədi bu suallar. 4 dənə sual qaldı. Neçəncədir? 5 yarıma 5 yarım. Hı? Bərabər. Penaltı zərbəsi yerinə yetirilərkən top qapı dirəyinə dəyib geri qayıdır. Qapıya toxunmadan da. Penaltini vuran oyunçu hamıdan cəld tərpənib topu təşər qapıya vurdu və qol edir. Hakim qərarı nə olmalıdır? Qol hesab. Penaltilər seriyası yoxsa oyun. Malik, oyunda penaltı olur. Qapıçı qaytarmır, dirəkdən qayıdıb oyunçuya, oyunçu vurub, hə. Hədə oyun davam, hə. Oyunçu vurub. Nə olmalıdır? Qol hesabı alınır. Qol ləğv edilir çünki oyunçu topa ardıcı 2 dəfə toxuna bilməz. Gol hesabı alınır. Sayılır. Gol hesabı alınır. Qol hesabı alınır. Bəli. İkimiz də səhvsiz B variantı. Ay, Sən video saxla. Sonra Klubların yaranma tarixi. bunun verdiyi suallar görsə it günündə. İtaliyanın ən köklü klublarından olan Juventus Aha. neçənci ildə yaranıb? Burada şey rəqəm atmalıyıq, ən yaxın. Hə, olan. burada 467. 1899. 1800 neçə? Ay, vallah bilir də, amma iki fərqlə. 1897 ilə. Qəşəng. İndi bayaqçı sual kimə sayıldı? Heç mi? Onda 6 yarıma 5 yarım. İngiltərə Manchester United nə vaxt doğulub? Doğru bir özü. Nə vaxt? Bu da bilmir, ya, atır. Juventus bilirdim 1800'lerde De. ama United'ı tam bilmirəm. 1874. Sən? 880. Ay, birimizdə 4 fərq var, birimizdə 2. Nə? Cavab 1878 və Torul qazanır. 1880 Mən deyərək. deyəndən sonra deyir axı. Nasıl 1880 dedi? Deyə bilər də. Chelsea. Ay. Ano ne sual var bundan? Burada Variantdır da variantdır. 5 dənə olacaq. Variantdır. Yox, ariyat deyəməz özü. Ya, Chelsea nə vaxt doğulub? 1870. Sizə də şey deyim, 1900-dən yuxarıdır. Aha. Elə onu mən fikirləşirdim. 1800. 1900'e çalıştın. 1900. 71. Ay təpəsi 1930. 1930. Yok, değişebilirim karar. Yo, dəyişənməz. Dəyişənməz. Allah deyib bir şey. Cavab 1905 idi. Oha. Qallar Doğru qazanır. Nə? Sən. 7 yarım, 6 yarım, baba. Mən. Inter. 1900-dən yuxarıda doğulub. Bilirəm, bilirəm. Qalet eləmə amma neysə. 1910. 10 Sən sən? də Allah qalan deyəcəkdim, amma gözlə. 12. 2 fərqin 4 fərqi 1908. Doğru qazanır. Bilirdim Allah haqqı. Neçəni səndir? 7 yarıma 7 yarım. Eyni. Çox asan sual gəlir bu dəqiqə. Ha. Sondur bu sual. Ha. Amma birinci bu sualı Toğrul cavablandıracaq. Niyə? Toğrul sorasan. Eyni cavabı verə bilərəm. Real Madrid, Toğrul. Ha. Neçənci ildə yaranıb? 1800 aşağı. Yox, O deyəməzsən, qaqa, Deməyəcəm. real düzü. 2000'den 2000-dən aşağıdır o dəqiq. 2000'den aşağı. Da bir zəhmət də ora kimi 7-də uzun. 2017 sabah. 1915. 1910, 1905, Dostlar, 1915. 1915 5 sən ildir real fanatıyam. 1902. Baxa bir. səhvdir. 1903. 3 olar. İndiki mövzumuz liqalarda ən çox çempion olan uşaqlar. Ha. Düşmürsən sən Malik. Hansı, Asim. Kəllən düşmür. hansı şey? Telefon qaldır da. Hara qaldın? Saxla. Uşaqlar mövzumuz liqalarda ən çox çempion olan komanda. Neçənci sualdır bu? Bu 20. Hə. 8 yarım mənəm, 7 yarım. Ərəbistanda ən çox kubok kim götürüb? Ərəbistan liqasını. Komanda Əl Hilal, Əl Nəsir. El Nasir. Yox. Komanda deyən biz nə qədər çempion olduğunu deyək. Yo. Allah belə AB ilə mən oynamıram. Elə Demişdi ki, bu qədər bəsdir. Yaxşı. Yo, indi burada şeyləri yazmamışam da rəqəmləri. Səni Yaxşı, Ərəbistanda Əl Hilal, Əl Nəsir. El Nasir. əlhilər. Düzgün cavab Əl Hilal. Ay, dəyişdin sizə. Deyirəm düzgün cavab əlnəsir. Rusiya Premyer Liqasını kim ən çox götürüb? Zenit. Dedi ki, buranı bitirəcəm, yenə deyir. Ay. Kəsəcəm olsa. Rusiyanı. Qaqa, fərqli mövzular. Rusiyanı kim çox götürüb? Moskova,
Spartak Moskva yoxsa Zenit? Zenit. Moskva. Moskva. Ola bilməz. Allah Amma heç şey Moskva. demirəm də. Nəsilsə? 9 yapmasaydı. Cənubi Koreya liqası. Oy, gözəl. Cənubi Koreya liqası. Təpəsi. Joinbuk Hyundai Motors O kimdir Allah? komandadır da. Motor öz. Fıcı Seulili. İkinci mən ikincini deyirəm. Fıcı Seulili. Mən də motorsu deyirəm. Birinci. Hyundai Motors. Bunlar mı? Düzgün cavab Hyundai Motors'dur. Bəli. Ne suallar? Burada 4 dənə suaydı. İndi keçdik. Serveri belə. Hə. Aa, üçümüz deyilmiş. Yo, burada da 5'dir. Avropanın top 5 liqaları arasında bir komandanın daxili liqada ardıcıl çempionu olma mütləq rekordu 11'dir. 11 il ardıcıl çempion oldu. Ha. Hansı liqa və hansı kluba məxsusdur? Variantlar deməsən mən A variantı İtalya Serie A Juventus, B variantı Almanya Bundesliga Bayern München. Bir dənə söz deyim. Bundesliga Bayern München sən? Gözlə. İkisində də əminəm ki, ikisi də olub 11 il ardıcıl. Burada biri düzgün cavab. Bavariya olub da onsuz da. Bavariya 13-dən 23-ə kimi 10 il eləyir. Juventus'dan Bavariya'dan. Bax, Bavariya olacağını bilirsən, sən niyə Juventus istəyirsən? Özüm belə bilirəm. Sən buradan bir şəpiyə atarım. Juventus. Cavab, düzgün cavab Juventus deyil, Bavariyadır. Sənə söz deyim. İndi. Yoxsa ən axırda paylaşacağım. İkisi də ondan yuxarı il çempion olub. Bax, əminəm. Data sənin tipsinə. Hə, çox çətin sualdır. Hadi çeş demə. 3 variantdır. Oo. Yox, 4. Üçüncü sual. Görməmiş. 4 variant. Yasiflər. Bana ne oldu? Neçə dənə sual hazırlamısan? Axırıncıdır bu. Bundan sonra da var. Yox, bu axırıncı sualdır. Ümumiyyətlə videonun. Onun üçün deyil. Ha. Türkiyə Süper Liqası bax diqqətlə. Yaxşı. Türkiyə Süper Liqası rəsmən 1959-cu ildə başlayır. Hə. Türkiyə Futbol Federasiyasının Şampionluq ulduz sayına daxil edilməsə də rəsmi olaraq qəbul edilir. 1959-dan əvvəl kim daha çox götürüb? A variantı Fənər. Qaqa 1959-da bildim. rəsmi paylaşılıb. Ondan əvvəl də olur. hədə 59-dan qabaq uzun uzadı demədə bir şey normal deyil. Fənər. Fənər. Galatasaray, Beşiktaş, Fənər. Fənər. Fənər, Galatasaray, Beşiktaş, Trabzon. Başqa variantdır nə? Trabzon. Fənər. Birinci o Fənər deyil. Siz Trabzon. ikiniz də deyə bilərsiniz. Trabzon. Neçə xallarınız var? Mən Trabzon. O yarıma tutacaq. Hə. Hansı? Fənər. İkiniz də Fənər deyirsiniz. Trabzon. Amma cəsəfçi. Doğru cavab Galatasaray. Fenerbahçe'ydir. Bəli. Sənə söz deyim, Allah haqqı 3 dənə normal soru hazırlayacaq. Variantı deyil. Cəbrət. Dostlar, son 3 sualımız qaldı. Torunun 11 xalı var, mənim 10 xalım. Dostlar 5 sual. 5. Qapının hündürlüyü nə qədərdir? Qapısının qapısı. Qapısı, yoxsa futbol qapısı? Qapılar belə. Bax bu. Bildik. Hündürlük nə qədərdir? Sən qapısan. Futbol qapısı. Hündürlük. Hə. En yox, hündürlük. Bax belə məsəl üçün 2.76 belə. 3 metr təpəsi. Sən də 4 metre. Nəzarət edin. 4 metre. Onda 4 metre. 2 metr 76 əlində dediyi. 4 metre. 2.05. 4 metre. 4 metr bir səndən. 2.44 cavab kim yaxınlaşır? 39 mən. Bu 78 dedi. Yo 76. 76. Saxlayın riyaziyyatçılığımı danışdıram. 76. Dostlar, Toğrul qələbə qazanır. Mən 32, mən 39 zaxlıqdayım, Torul 32. Ondan zaxdan desəydim unmuşum. Gözlə. Yolda dudandım. Bax, bu əsl riyaziyyat müəllimlərinizə salam demək sualıdır. Hə. Cəlməm başlayanda sentr var, sentr Hə. nöqtəsi, dairə böyük. Hə. Radiosu neçə metrdir? Təpəsi. Ha, diametrini də çıxardı tapanda. Diametr. Ay denən də şeydirlər, denən o sahəsi. Radius nə qədərdir? Diametrini də çıxardı tapa. 3 Demədim. metre. Diametrini demirsən ha. Diametri mən hardan bilim ki? Ay, Başqa sual. hazırladın sonra. Görürsünüz, özü riyaziyyat müəlliminə də Sən riyaziyyatdan dəqiq yaza 3 bilirsən. metre 75. Ay, diametrini də çıxardı, üstün düsturunu qoy. Futbol topunun çevrəsi, yəni yumruluğu
Neçə santimetrdir? Mən nə bilim. 65. 67. 15. Evet. Şimdi sana verə bil. Hə, de. 67. Çox da az değil. Mən hardan bilim? 67. Yumruluğu neçə santim? Hə, yumruğun neçə santimetrdir? 67. 30. Ah birinde dedim. 30. Yok 25. 27. 27. Tamam 27. 34. 27. 34. 27. Ömer birinizde düz demişti ya. 67. Hoppa! Dur! Böyle. Onlar da üzülmüş değil mi? 12-11 da var. Son 2 sual. Sən. 2, 3 sual. Nezik suala var. Diametre. Hoppa buradan aç. Dostlar, okunda 1930'da neçə komanda iştirak edir? Oha zor sual aslında. Elə bilməməlisən ki verir. Uduzan ovuza turlar ha, ümumi şeydə. Ha, onlar heç o. Vaxtımız çox yoxdur. 930 milli yoxdursa, elə 30 dənə 67. sovetlərdə olarsa, ay nə 67, indi 48 oyun alırıq. Neçənə oynan? 20, 15. 25. 24. 15. 24. 24. 15. 24. 24. Görmür elə sual. 15. Cavab 13'tür. Allah Belə konuş. pis çıxmasa 13 Birinci ben de düşündüm ya. Dünya Kubok tarixində ən çox final oynanan ölkə. Oha zor sualdır. Özünüz deyirsiniz, variant yoxdur. Uduzan yoxsa oynayan? Uduzan. 23. Dünya Kubok tarixlərində ən çox final oynayan demişdim. Nə niyə dedim mən? Mən də görsəmdə biraz kadın. 23. Hə. 23. Ay rəqəm deməməsin, ölkə deməməsin. Mən dedimi deyə bilər? Yox. Braziliya. Brezilya. Braziliya. Almanya. Ben de Brezilya. Hayda Almanya'da ola bilər, İtalya. Cavab Almanyadır. Sizcə neçədə bu? Cavab Almanya deyil, Almanyadır. İndi neçə dəfə uduzduğunu tap. Neçə dəfə oynadığını. Bu ikisi de. Hə, 2 Almanya tapdı. 13-11'dir. İndi deyir Almanya neçə dəfə final çıxır. İndi sonra sənə də biraz kömək edəcəm. 4 dəfə çempion olurlarsa, 3 dəfə də final uduzurlar. 7. Cavab 8-dir. Allah'a. Hardan? 8 deyil. Anamın canı 8. 8 dəfə uduzurlar. 8 dəfə final oldu. Allah mənə. Sən də vallahi içmisən də. Ay, onu mən sağ sudum. Ay, Yo, bu ne? Torul bir xal alır. Mən elə bildim ki, oynayanda uduzan deyilsən, onsuz 4 dənə qazanıblar da. Yaxşı, bir xal aldı bu eləcə. Hə, o Almanya heç nə. Almaniyanın deyir eşyaydı. 13-11. 13 aydı bak. Yo, Almanya heç. Istəyirəm. Bir oyunda 5 gol vuran futbolçuya qeyri-rəsmi olaraq nə deyilir? Poker deyil. Golski. Poker deyil. Golla De. gel. Golla gel. De də. Golla gel. Poker 4-də. Hə, doğrudan heç okey. Ben de Joker. Heç. Sən Golla gel. Ben de Joker değilim. bu deyənməz. Dedim ki, bu birinci deyəcək. 2 variant var. Jokerdir. Hələ 2 dənə amma söz var. Joker də düzdür. Amma biri də var. Getrik. Uttum 13-12, davay. Düz bildi amma. Golla gel değil ya. Normal buna bak. Ben de. Dünya Kubokunda ən çox oyun keçirən futbolçu. Təpəsi. Dünya Kubokunda ən çox oyun keçirən, yəni oyun oynayan futbolçu. Hə, dünya. Ronaldo. 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 Va məntiqən Ronaldo. 1950, Ronaldo. 58, Ronaldo. 60, 66. Vinicius Junior. Ya da Ronaldo. Dersin. Qardaşım sən kim olar ya? Real Madrid. Ronaldo. 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 Tarda. Təpəsi. Ronaldinho sən? Variant da var biz bu kim Hıngırıdım bayağı variant. Kim yaxınlaşacaq bə burada? Ronaldinho. A variantı Ronaldinho 4 dənə variant. B Neymar, Ya, olan. C Messi, D Ronaldinho. şokolad Luis Alberto. Ronaldo. Ronaldinho. Sən Ronaldinho. Luis Alberto boş yer oraya Ben de de qoymayın. Ronaldinho. Ya Messi deyə Luis Alberto. Messi. 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 Ola Messi. bilər, ola bilər. Messi. 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 Messi Ronaldinho. Messi. Ronaldinho da. Doğru cevap Luis Alberto değil Messi'dir. Son Aa, sual. ben dedi cevap 13. nedir? Yalandan Ronaldinho dedi mi? 13-13. 13-13. Son sual. 13-13. Son 2 sual. 1, arka kadın.
2 sual. 2 sual. Dünya Kuboku tarixində ən böyük hesablı oyun. Aradakı fərq 7-0 Almanya. 6. 6 olub. Şot dində. A variantı. Yo, gözlə, 7, yo, saxla. 4 variantı. A variantı 7-1 Almanya Braziliya. 7-1 Almanya Braziliya. Yox, o deyil. 8-0 B variantı. 8-0. C variantı 9-0. 9-1. Axırıncı variant. Yo, C variantı 11, D variantı 9-1. Almanya. Sənin sözün 7-1 ola bilməz, çünki ondan böyüyü var. 8-0. Mənə də 8-0 yaxşı gəldi. 8-0, 7-1. 7-1. Doğru cavab 11 idi. Amma 7-1 nədir? İspaniya kimi yumuşaq Costa Rica 7-0. Burada yetişim kalmamış. Son sual. It is the last question. Futbol tarixində Hə. In the football history, bir oyunda one game, qırmızı kart görən futbolçunun rekord sayı neçədir? Dünya what is the Yo, record, ümumiyyətlə record futbol number tarixi. of Ramos. players? Ay, Ay, ad demirəm. Ad Ramosdur. Neçə dəfə? How many times? 150. 566. Yüzden yok. Yüzden aşağı da onu O değil. deyənməz, Allah onu deyənməz. Is this below Diğerlerde the yüzden country? aşağı, yüzden 566. Hadi yaxşı da siz. 566. 566? De də. Mən dedim 150. 150 nədir? Sən Sən də de. You dəyişdin. said that 150. De. 80. Yo, sən demirsən. 18. 65 150. Sən mənə sən bunu öncə Bir şans da verirəm. 325. 70. 325. 325. It is 70. Isn't it? Gel 60. 36 cavab. A, 150 nədir? Özür 70 Sənin nədir? sualların içinə mən Dostlar, mənim suallarım zor idi. Həsən kadrlar. tullan burdan. Sağ olun. Bəli, möhtəşəm. İndi düş qabağına sən.